Allah'ın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. Bugünlərim mən sizə dünya şöhrətli Məhəmməd Füzuli haqqında danışacağım. Məhəmməd Füzuli çox sadə bir insan idi. Kərbəlada yaşayırdı. İmam Hüseyin əleyhissalamın hərəmində ayaqqabı çütləşdirirdi. Bir günlərim İraq şəhərin Səfəvilərdən, Sələfilərdən azad eləməyə Sultan Süleyman Qanuni İraqa gəldi və oranı azad eləyəndən sonrasına dedi ki, Məhəmməd Füzuli ilə görüşə gedəcəm. Məhəmməd Füzuli də Leyli Məcnun əsərin Ayaz Paşadan göndərmişdi Süleyman Sultana. Oxuyub o az qala dəli olmaq dərəcəsinə gəlmişdi. Mat-məətəl qalmışdı ki, bu cür əsər yazılıb. Və xəbər göndərib ki, gəlib Məhəmməd Füzuli ilə görüşəcəm. Füzuli də deyib ki, cavabında buna sifariş göndərib ki, mənim şahım, ağam ziyarət olunmamış heç bir sultan mənlə görüşə bilməz. Sultan Süleyman atlanıb minib atına gəlib Kərbəlaya. Məhəmməd Füzuli də gəlib İmam Hüseynin hərəminə, Sultan Süleyman da gəlib. İçəri girmək istəyəndə Sultan Süleymana deyir ki, başmaqlarınızı soyunun. Deyir, ey söz sultanı, bəlkə bu da Quranda yazılıb ki, ayaqqabıları soyunmaq lazımdır. Gəl, Qurandan bu danışqına. Məhəmməd Füzuli Bismillah eləyir, Quranı açır, bu surə gəlir, çıxır qabağına. Mən indi o ərəbcə deyə bilmirəm. Tərcüməsini deyim də. İlahi Pərverdigara Allahdan əmr gəlir, vəh gəlir Musa Peyğəmbərə, deyir, ya Musa, başmaqları çıxart, sən müqəddəs yerə gedirsən. Bunu oxuyur, Sultan Süleyman başmaqlarını çıxardır. Girir, ziyarət eləyir, çıxır. Çıxanda deyir ki, ey söz mülkünün sultanı, dilə məndən nə dilərsən? Məhəmməd Füzuli də deyir ki, heç bir şeydən təmannam yoxdur. Amma ki, ağanın hərəminə səndən xahiş eləyirəm, su çəkdirəsən. Bəs ağanın qonaqları gələndə, zəvvarları gələndə dəstəmaz almağa çətinlik çəkirlər, su yoxdur. O vaxta çanda su çəkilməmişdi, kənarda idi su, hərəmdə su yox idi. Bunu eşidən Sultan Süleyman Ayaz Paşaya əmr eləyir ki, 40 gün müddətinə bu hərəmə su çəkilsin. 40 gün müddətinə hərəmə su çəkilir. Bunun açılışına gələndə, baxanda bu Məhəmməd Füzulini ağlamaq tutur. Burada bir gözəl şeir deyir. Vallahi əməli də yadımda qalmayıb. İndi Allaha şükür tamaşaçılarımız eşidən kimi özləri biləcək. Deyir ki, ey ağam, o qədər can vermişəm sənin kimi canana yetişmək üçün. Belə bir şeir deyir, bilmirəm, yadımdan çıxıb orası. Bu deyir, beləcinə ağlayır. Deyirəm ki, nə yaxşı ki, o vaxtda Allah mənə də qismət elədi, canım sağlam idi. Getdim, mən də o ziyarətgahı gördüm, ziyarət elədim və getdim Məhəmməd Füzulini də ziyarət elədim orada. Elə ona görə də çox xoşbəxtəm ki, o ziyarətə Allah mənə qismət elədi. Allah cəmi istəyənlərə qismət eləsin, Xudavənd aləm. Sağ olun, salamat qalın.